Şahin Şıxlinski və oğluna hökm oxundu. Uralsda Azərbaycanlı ata və oğula ağır hökm çıxarılıb. Kirov rayon məhkəməsi Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski və oğlu Mütəvallanı dövlət məmuruna qarşı zorakılıqda təqsirli bilir. Məhkəmənin qərarına əsasən Şahin Şıxlinski 24 il həbs cəzasına məhkum edilir. Oğlu Mütəvalla isə 8 il müddətinə azadlıqdan məhrum olunub. Hadisə 2025-ci ilin 1 iyulunda Yekaterinburqda Baku Plaza Ticarət Mərkəzinin yaxınlığında baş verib. Şıxlinskinin saxlanılması zamanı oğlu idarə etdiyi avtomobillə geri hərəkət edərkən təhlükəsizlik əməkdaşını vurub. Mütəvalla hadisəni qəsdən etmədiyini, zabiti görmədiyini bildirib və sonradan peşman olduğunu deyib. Faktla bağlı hər iki şəxsə qarşı dövlət məmuruna zorakılıq maddəsi ilə cinayət işi açılıb.